Rusiya Federasiyası, Leningrad vilayəti, Sankt-Peterburg, Zelenogorsk şəhərindəyəm. Zelenogorsk şəhəri Sankt-Peterburgun yaxınlığında yerləşir. Bugünkü məqsədimiz Finlandiya körfəzi boyunca velosipedlə səyahət olacaq. Planda belə bir velosipedlərdən birini icarəyə götürüb gün ərzində səyahət etməkdir. Sankt-Peterburgun ən gözəl velosiped marşrutlarından biri olan Fin körfəzi sahili boyunca start nöqtəmizi Zelenogorsk şəhərindən başladıq. Planda 35-38 kilometr yol getməkdir. Bugünkü tarix 31 iyul 2026-cı ildir. Zelenogorsk şəhəri əvvəllər Finlandiyanın tərkibində olan bir şəhər idi. Həmin vaxtlar Teryoki adlanırdı. İkinci Dünya müharibəsindən sonra şəhər Sovetlər İttifaqının tərkibinə keçdi. Çox gözəl mənzərələrdən keçirik. Bu bizim velosipedimiz və möhtəşəm təbiət. Çoxdan da planlayırdım ki, Fin körfəzi boyunca belə bir səyahət edim. Yəni velosiped. Bugünə qismət oldu. Gəlib çıxdıq bu yerlərə. Hava 28 dərəcəni göstərir. Çox gözəl, ağacların sərinliyi çox gözəldir, bəs edir. Yəni isti deyil. Birinci dayanacağımız 10 kilometrdən sonra Uşkova qəsəbəsi olacaq. Zelenogorsk şəhərindən Uşkovaya 10 kilometr məsafədir. Sağ tərəfimizdə artıq Fin körfəzini görürsünüz. İnsanlar dincəlir. Hava çox gözəldir. 30 dərəcə isti var. Belə birazdan yaxınlaşaram tam körfəzə doğru. Bu artıq Sankt-Peterburgdan ikinci vlokumuzdur. Əvvəlki vloku izləməmişsinizsə mütləq izləyin. Orada çox maraqlı hadisələr baş verib. Bura velosiped yolumuz. Bu da açıq görsənən Fin körfəzimiz. Yəni Baltik dənizimiz. Necədir? Sizcə möhtəşəm deyilmi? Bilirsiniz necədir? Yəni bu möhtəşəm mənzərəni necə başa salım? Sağ tərəfimizdə, kameradan sağ tərəfdə dəniz, sol tərəfində isə sıx meşələr. Yandex karta xəritəsindən istifadə edirəm həmişəki kimi. Bütün Rusiya boyunca çox köməyimə çatır. Son vaxtlar müharibə ərəfəsində xəritədə bəzi problemlər baş verir. Tək Moskvada və ya Sankt-Peterburgda yox, bir çox şəhərlərdə problemlərlə üzləşir xəritə. Amma köməyimizə çatır əlbəttə ki, həmişə istifadə edirəm. İstirahət etmək, səyahət etmək hər kəsin haqqıdır. Arada zamanınız, vaxtınız, həm də həmişə deyirəm, pulunuz olduqca səyahət edin, adama gəzmək qalar. Sahil boyu velosəyahətdə insana başqa bir zövq verir. Bunu ancaq yaşamaq lazımdır. Yəni bunu telefon vasitəsilə ötürmək qeyri-mümkündür. Velosiped də çox rahatdır. Nəzik təkər 29'lukdur. Əla, çox bəyəndim. Əladır, hər şey qaydasındadır. Davam edirik. İlk dayanacağımıza 3 kilometr qalıb. Təbiətin gözəl bir qoxusu var. Ağaclardan gələn qoxu. İnsanlar təbiət qoynunda kabab çəkirlər. O da daha gözəl qoxu verir təbiətə. Əla. İstirahət etmək, dediyim kimi, hər kəsin haqqıdır. Maraqlı bir yer, fontan, restorandır. İnternetdə oxumuşdum, burada heyvanlar da saxlayırlar. Görək maraqlı nə var. Burada deməli
eşek, iti minib, it pişiyi, o kimi aləm deyək bir-birinə. İt xoruzu maraqlı bir heykəl idi. Burada velosipedçilər üçün velo parkovka da var. Нет, сейчас мы Нет, а вот это. А вот это. Burada ev heyvanları saxlanılır. Toyuq cücə olmalıdır. Qoyun, quzu. Burada qoyunlar var. Koyun. Çet. Qoç boynuzlu da var. Смотрит, стоит и смотрит. Он хочет поесть. Ну. Не знаю, что вкуснее. А вот здесь Çocuğum. Maral. Ay maral. я не буду. Я буду. Çox maraqlı bir yerdir. Bəyəndim həqiqətən də. Göldü. Velosipedi saxlamışam. Oğruyub aparacaqlar. Özü də açıqdır. Burada yəqin ki balıqlar saxlayırlar 100%. Balıq göldü. Əla. Bu maraqlı hekayə verdim. Deməli eşək, iti, it pişiyi, pişik də xoruzu belinə çıxıb. Zelenogorsk, Sestravsk marşrut xəttimiz davam edir. Fin körfəzi Rusiyanın, Finlandiyanın və Estoniyanın sahillərini yuyur. Dəniz kənarında gəlib sakit dincəlmək üçün Repino ideal bir məkandır. Burada səs-küylü yerlər çox azdır. Kol aldım, şəkərsiz. Biraz dincələk, yolumuz davam edir. İlk dayanacağımız Uşkova qəsəbəsi oldu. Zelenogorsk şəhərindən 10 kilometr uzaqlıqda yerləşirdi Uşkova. Artıq geridə qaldı. Növbəti dayanacağımız isə Komarova qəsəbəsidir. Komarova qəsəbəsi də Fin körfəzi ətrafında yerləşən kurort qəsəbələrindən biridir. Komarova adını yəqin bir çoxlarımız eşidib. Sovetlər dönəmində varlı insanların ən çox üz tutduğu yerlərdən biri olub. Yəni yay dönəmində Sovetlər vaxtı varlı şəxslər gəlib burada istirahət edirlərmiş və başqa bir məşhurluğu yəqin ki multfilm izləmişsiniz Nu Pogodi. Orada bir məşhur mahnı var Komarova'ya ait. Səyahətimiz davam edir. Möhtəşəm anlar yaşayırıq. Təbiəti
gözəl mənzərələri seyr edirəm və sizlərə də göstərirəm. Maraqlı, fərqli bir gün oldu. Sankt-Peterburqda ikinci günündür. Solniçny qəsəbəsi geridə qaldı. Son dayanacağımız isə Sestravsk şəhəridir. 5 kilometr məsafəmiz qalıb. Hardasa 30 dəqiqəyə çatmalıyıq Sestravsk şəhərinə. Orada velosipedi təhvil verib davam edəcəm. Yəqin ki, sahil boyu biraz gəzərik. Elə bilirdim bütün yol sahil boyu olacaq, amma yox, sahildən çıxdım. Amma velosiped yolu tam axıra kimi davam edir. Avtomobil yoluna ümumiyyətcə çıxmırıq. Yolumuz ayrıdır. Velosipedçilər üçün nəzərdə tutulub. Zelenogorsk şəhəri arxada qaldı. 16 kilometr uzaqlıqda yerləşir. Sankt-Peterburq isə 22 kilometr qarşıda göstərir. 22 dərəcə deyirəm. Yolumuz dəyişdi. Təmiz başqa yola çıxdım. Dəmir yolu qırağı ilə. Navigator məni bura gətirdi. 16 dəqiqəlik yolum qalır. Gedək görək. Sestravsk'a çıxaq. Şahir, hara gəlmişik Şahir? Bu nə yolda Şahir? Bəs hani bizim velo marşrutumuz, hani bizim asfalt yolumuz? Yox. Bu da maraqlıdır, amma əsas yoldan çıxıb meşəliklə getmək. Mənim əvvəlki vloglarımı izləməmişsinizsə, bir neçə ay bundan əvvəl velo səyahətim olub Moskva vilayətində. Orada da başıma maraqlı hadisələr gəlmişdi. Maraqlı bir yerə gəlib çıxmışam. Nəsə sözünü də bilmirəm. Betonlar saxlamayacaq. Müharibəyə aid nədirsə. Açıq muzeydir bura. Davam edək. Çünki telefonumda şarjı az qalıb, 11%. Şəhərə çatıb. Velosipedi təhvil vermək lazımdır. Ona görə də ən yaxşı öz velosipedindir. Harada istəsən saxlayırsan, harada istəsən dayanırsan. Bax, indi artıq pul çıxılır kartdan avtomatik. On 12 dəqiqəlik yolum qalıb. Xəritə məni asfalt yoldan çıxartdı, Quruntovkaya gətirib. Elə həmin yoldan bayaq aşağı düşərdim də, niyə yolum uzatdım. Amma bu yolda geçək biraz ekstremal oldu. Aşağıda bir maraqlı göl var. Dayanmıram. Bildiyimiz göldür. Telefonda zərət qazdır deyə dayanmadan gedirəm. Qəşəng, sakit rayonlardır, şəhərlərdir, Sestravsk. Şəhərə çatmağıma az qalıb. Demək olar ki, planım tam yerinə getdi. Bu da Sestravsk şəhəri, plyajıdır şəhərin. İnsanlar istirahət edir. Deməli, velosipedi təhvil verdiyim, qayıtdım avtobusla yenidən Solniçny qəsəbəsinə. İstədim biraz dəniz kənarında gəzəm, həm də biraz çəkiliş aparam. Bura Solniçny qəsəbəsinin plyajıdır, çimərliyidir. Qəşəng qumu var, sapsarı. Çimərlik
möhtəşəmdir, tərtəmiz. Deyərdim ki, Rusiyanın Qaradəniz sahillərindən heç də geri qalmır, əksinə. Oralardan daha gözəldir, həm də sadə formada. Əla, yaxşı ki, gəldim çimərliyə doğru. Axşamdır, vaxtım da azdır. İstəyirəm biraz buralığı gəzim dolaşım, sahil boyu. Yəni quma baxın, sapsarı, Pirşağı qumuna oxşuyur. Möhtəşəm Baltik dənizinin Finlandiya körfəzi. Möhtəşəmdir. Bugün hava da qəşəng idi, super idi. Suda çimmək üçün vaxtım yoxdur. Elə sahil boyu gəzim, dənizin havasını alsam yetərlidir. Mən əvvəlki illərdə, daha doğrusu 2020-ci ildə Baltik dənizinin o biri hissəsində Kaliningrad şəhərində olmuşdum. Amma həmin ərəfələrdə YouTube'da çəkilişlər aparmırdım. Finlandiya körfəzi Baltik dənizinin ən böyük körfəzlərindən biridir. Uzunluğu təxminən 400 kilometrdir. Fin körfəzi Finlandiya, Estoniya və Rusiya sahillərini birləşdirir. Finlandiya körfəzi Baltik dənizinin bir hissəsidir. Baltik dənizi dünyanın ən duzlu dənizlərindən biridir. Bunun səbəbi dənizə çoxlu sayların tökülməsi və okeanlarla əlaqəsinin zəif olmasıdır. Baltik dənizinin sahillərində 9 ölkə yerləşir. Rusiya, Finlandiya, İsveç, Danimarka, Almanya, Polşa, Litva, Latviya və Estoniya. Buralığa gəlib dənizdə istirahət eləməyə məncə dəyər. Belə səyahətimiz yaxşı keçdi, maraqlı yerlərdən keçdim və çoxdan istədiyim Fin körfəzinin sahilincə vela yürüyüş etdim. Məncə maraqlı bir çəkiliş alındı. Hər kəsə təşəkkür edirəm. Sona qədər izlədiyiniz üçün. Yeni bir vlogda, yeni bir səyahətdə görüşənə qədər özünüzdən müğayət olun. Adama gəzmək qalar. Voga Travel.